Biraz danışaq. Baxın, müəllimlərdən danışdıq. Yaxşı müəllim qeyd etdi ki, yəni uşağın daxilinə oxumalıdır. Müəllimləri necə seçirsiniz? Məsələn, yaxşı müəllim dedikdə sizə görə bu yaxşı sözünün nə aiddir, hansı kriteriyalara aiddir buna? Yaxşı müəllim deyəndə, yaxşı savada sahib olan müəllim demək deyil. Bizim yəni fikrimizcə tək o deyil. Yəni savad hər şeyi həll eləmir. Bugünkü gündə düşünürlər ki, əgər bu savadlı müəllimdirsə, amma bu qəddardırsa, bu çox tələbkardırsa, bu uşağın üzərinə qışqırırsa, bu əla müəllim, çünki onun savadı var. Bizə görə bu belə deyil. Yaxşı müəllim dərs dediyi tələbələrin psixoloji durumundan məlumat olmalıdır. O, onlarla hər biri ilə fərdi şəkildə davranmağı bacarmalıdır bizə görə. Əgər ki, bunu bacarırsa, əgər ki, bu müəllim savadı ilə bərabər bunu da bacarırsa, demək ki, o öz tədris etdiyi fənni də uşaqlara sevdirəcək. Demək ki, o təhsili, tədrisi də uşaqlara sevdirəcək ki, uşaq həvəslə gələcək.